Salamlar hər kəs dostlar. Bugünkü videomda mən istəyirdim sizə VIX birjası haqqında danışım. Bu birjaya baxış keçirdək və görək nələr var, nələr yox və birja haqqında müəyyən məlumatları sizə çatdırmaq istəyirəm. Videoya başlamamışdan qabaq xatırlatmaq istəyirəm ki, mənim video materiallarının hamısı sadəcə olaraq informativ xarakter daşıyır və heç bir halda sizə yatırım məsləhəti vermir. Gələcəkdə bu birjalardan istifadə edib, yatırım edib, qazanc əldə edib etməmək artıq sizin şəxsi öz riskiniz və öz seçiminizdir. Və ənənəvi olaraq gəlin ilk öncə baxaq görək biz hansı burada belə deyək də yeni user üçün hansı imkanlar var. Hal-hazırda gördüyünüz kimi bizim özümüzün bizə özəl kampaniyamız var. Mən aslında ki paylaşım eləmişdim. 5 USDT bonusdur bu. Bu sadəcə olaraq bonusdur. Futures komissiyaları və yaxud spot komissiyalarının əldə belə deyək də ödəmək üçün. Və digər bizim burada 15 USDT, yəni nağd mükafat qazan var burada. Təbii ki, bunu da əldə etmək üçün 100 USDT balansınız olmalıdır və son 7 gün ərzində ən azı 1000 USDT futures trading həcmi olmalıdır. Bu eləmək də çətin bir şey deyil. Mən eləmişəm, çox asan bir şeydir. Çətin bir şey deyil və 100 USDT də 7 gün ərzində balansda tutma məsələsi var və həmçinin də yarışda daha böyük, baxın burada gördüyünüz kimi daha böyük hədiyyələr var. Bunlar üçün artıq böyük həcmlər lazımdır. Bunlar haqqında da təbii ki, məlumat verəcəm sizə. Və təbii ki, həmin bu kampaniyadan faydalanmaq üçün gördüyünüz kimi bizim hələ ki 8 günümüz var. Burada gördüyünüz kimi 135 nəfər artıq qoşulub, ümumi, yəni qlobal Azərbaycan üzrə və gördüyünüz kimi, yəni Azərbaycan üzrə əsasən və gördüyünüz kimi artıq bizdə trading həcmləri də var və aşağılara biz baxırıq görək nələr var, nələr yox. Bizdə burada təbii ki göstərir ki, nələr etməliyik. Gördüyünüz kimi depozit bonusu var, hansı ki az öncə dedim necə olacaq və həmçində digər hədiyyələr də var. Digər hədiyyələr də təbii ki qazanmaq üçün baxın birinci yerdə gördüyünüz kimi artıq 1 milyondan çox həcmi olan yoldaş var, hansı ki birinci yerdədir və iPhone 17-yə gedir söz əsl mənasında. Və təbii ki burada da göstərir ki birinci yer tutan, 6-cı yer tutan və bunlar nə qazana bilər və minimumda trading bölümlər də burada göstərilir. Yəqin ki bunu səsləndirməyə və videomu uzatmağa ehtiyac yoxdur. Zaten siz başa düşəcəksiniz. Məsələ bu deyil, məsələ əsas bu deyil. Biz əsasən gəlin video belə deyək ki birjaya ümumi bir baxış keçirdək, baxaq görək nələr var, nələr yox. Həmçinin də o bonuslardan da əlavə, baxın burada əlavə bonuslar var, əlavə kuponlar var. Hansıları ki siz, yenə də deyirəm, videonun altındakı linkdən istifadə edərək qeydiyyat keçib eləyə bilərsiniz. Məndə call statusu var, affiliate statusu var və videonun altında link olacaq. Həmçinin də 50% da refback var, belə deyək də həmin linkdə. Həmçinin də dostlar, ənənəvi olaraq biz VIX birjasında baxırıq görək. VIX birjasında həmçinin yoxlayırıq proof of reverse. Bilirsiniz, daha doğrusu rezerviz. Yəni birjanın həqiqətən də rezervlərini yoxlamaq. Burada siz görə bilərsiniz ki, rezervlər hətta həddindən artıq çoxdur. Yəni məsələn 100% olmalısa, birə-bir olmalısa 111%-dir, 122% Bitcoin üzrədir. Həmçində siz bunlar hər biri hesabatı, baxın hər bir hesabat günlük hesabat olur. Görürsüz, baxın burada məsəl üçün görürsüz axırıncı dəfə baxın 30 aprel, daha doğrusu günlük yox, bir neçə müddətdən bir olur səhv etmirəmsə. Bəli, aylıq üzr istəyirəm. Gördüyünüz kimi hər ay hesabat olur. Son aprel ayının hesabatıdır. Siz yükləyib, baxın, hər bir şeyi incələyə bilərsiniz. Həmçində Protection Fund var burada. 1000 BTC-dən ibarət Protection Fund var. Yoxlayırıq, həqiqətən də 1000 BTC-dən ibarət. Yəni 76 milyon dollar Protection Fund var. Bu bilirsiniz, bazarın ani problemləri zamanı olan itkilərin qarşısını almaq üçün olan fondlardan biridir və ümumiyyətlə hansısa problemləri yaranan, hansısa problemləri belə deyək də bir növ ödəmək üçün olan bir fonddur. Ümid edirəm ki, bura bizim işimiz düşməyəcək heç vaxt. Həmçində biz ayrı-ayrılıqda da şəbəkələri yoxlaya bilərik. Bu var və bunun olmağı artıq birjaya müəyyən qədər belə deyək də artıq güvən qatır və başa düşürsən ki, aha, bu birja elə belə boş bir yer deyil və yaxşı birjalardan biri kimi istifadə etmək olar. Həmçinin biz baxırıq, burada bizim dostlar nələrimiz var? Adi spot market var burada, harada ki siz trade eləyə bilərsiniz. Həmçinin komissiyalar haqqında da danışacağam. Adi spot marketdə siz trade eləyə bilərsiniz. Bildiyimiz, yəni coinlərdir, Ronin, burada gördüyünüz kimi hətta qızıl da alıb, yəni spot alıb sata bilərsiniz. Yəni digər birjalarda gördüyümüz demək olar ki, bir çox alət, yəni çox alət, bir çox deməzdim, hətta çox alət bu birjada var dostlar. Və gördüyünüz kimi Bitcoin, Ethereum, zat bunlar hamısı okey qaydasında, hamısı var. Səhifələri biz gəzib baxa bilərik. Hər birinə baxmayacağam, çünki zaten özünüz başa düşürsünüz nələr var, nələr yox. Futures bölümündə də bildiyimiz ənənəvi futures tradingidir. Bu bilirsiniz ki, futures təbii ki riskli trading növlərindən biridir və futures tradinglərini istifadə edən zaman daha diqqətli və daha ehtiyatlı olmağı məsləhət görürəm. Və həmçinin burada futures 400x-a can Bitcoin üzrə
kontrakt var. Yoxlayaq Ethereum üzrə kontrakt nə qədər açmaq olur maksimal. 4x çox riskli, çox dəhşət riskli bir şeydir. Ona görə də mən özüm şəxsən heç belə risk eləmirəm. Normal çalışıram ki, minimal X-lərlə, minimal marjla trade edeyim ki, minimal X-lərlə daha doğrusu trade edeyim ki, gələcəkdə çox pul itirməyim. Həmçinin zero fee-lər var burada. Yəni heç bir fee tətbiq olunmayan cütlüklər var. Hansılar siz trade edəndə fee ödəmirsiniz. Solana ağında olan coinlər həmçinin Tradify var. Yəni bildiyiniz kimi ənənəvi olaraq artıq kripto birjaların bir çoxu stok bazarı da artıq öz belə deyək də platformalarına daxil eləyirlər. Çünki trading deyilirsə, təbii ki, burada stok bazar da olmalıdır. Və burada həmçində biz nə görürük dostlar? Burada görürük ki, biz TradingView-in qrafikini əlavə ediblər. Basic var burada, bəli, Basic də var özlərinin. Və TradingView-də var ki, daha rahat olsun hansısa bir qrafikləri çəkmək, hansısa bir işləmləri görmək, yəni çox rahat olsun sizlər üçün. Məsəl üçün belə hər şeyi burada rahat eləyə bilərsiniz. Artıq bu da var. Basic eləyə bilərik, birjanın öz qrafiki ilə də işləyə bilərik. Hər şey bildiyimiz, yəni necə biliriksə elə, burada həmçinin qızıl üzrə 100x-dir. Tradify haqqında da danışdım, səhv etmirəmsə. Tradify üzrə bizdə burada bildiyimiz, yəni səhmlərdir. Apple, Nvidia, görürsünüz burada Tesla və digər səhmlər var. Hansılar ki, yəni girib yəni də incələyə bilərsiniz. Copy trade var. Bildiyiniz kimi copy trade daha hal-hazırda biraz modda olan bir şeydir, amma mən məsləhət görərdim ki, əgər siz tradingə baş qoşmaq istəyirsinizsə, çalışın ki, bunu özünüz öyrənin birinci növbədə. Daha sonra artıq bəli, passiv qazanc kimi siz copy trade'ə hansısa bir məbləğ ata bilərsiniz. Amma ən azından özünüz tradingin hansısa bir hissələrin, hansısa bir məsələlərin anlamalısınız ki, ondan sonra copy tradingə girəsiniz. iTrading Kit var burada, həmçinin demo trade var. Kimlər ki, sadəcə məşq eləmək istəyir, demo trade'dən istifadə edə bilər. Leaderboard var, yəqin ki, traderlə leaderboard'dır bu. Spot bölümü bildiyimiz spot bölümüdür. Həmçinin 0 fee olan burada altcoin'lər var. Görürsünüz, build təzə coin'lərin çoxu 0 fee var. Həmçinin earn bölümü, yəni çox sadə bir şeydir. Artıq hansısa funksiyalar, hansısa kompüter çökdürən funksiyalar, donduran funksiyalar yoxdur. PHP var, Kayakboy var. Azərbaycan dili də var burada. Mən düzdür, Azərbaycan dilində tam olaraq işlətməmişəm saytı. Amma Azərbaycan dilini bu yaxınlarda əlavə etmişdilər, səhv etmirəmsə. Bax, var dostlar, var. Azərbaycan dili də var. Kim istəsə Azərbaycan dilindən təbii ki, istifadə edə bilər. After Earn-da biz, təbii ki, hər hansısa boşda qalan USDT-lərimiz varsa, hətta mən necə deyirəm, baxın, mənim balansımda hal-hazırda 200 USDT var. Və bunlar, bu avtomatik zaten Earn-da istifadə olunur artıq. Yəni, mən girib harasa stake eləməli deyiləm. Mən balansımda dayanıbsa bu artıq Earn-da istifadə olunur. Yəni, qazancda istifadə olunur. Burada APR var. Məsələn, 200 dollara qədər görürsünüz ki, burada 10%dir. 200 dollardan yuxarı 2%dir. Mən məsələn görərdim ki, balansımda 200 dollar 1 qəpik olmağa artıq məndə faizi 2% salır. Burada mütləq şəkildə hardasa bir 5 dollar azaltsam 195 dollar olacaq və bununla da mən 10%-ə düşmüş ola bilərəm. Həmçinin new user, hətta əgər siz yeni usersinizsə, sizdə artıq tamam başqadır və siz 200 dollara qədər olan məbləğ üstünə 100% illik APR qazanırsınız. 100% illik APR çox bomba göstəricidir. Məncə, əgər yeni usersinizsə, balansınızda 195 USDT tutub qazanc əldə edə bilərsiniz və təbii ki, 200 USDT-yə çatırsa balans, mütləq şəkildə oradan 5 USDT-ni götürün ki, həmişə 200-ün altında qalsın və siz qazanc əldə etməyə davam edəsiniz həmin gördüyümüz bu belə deyək də after earn-la. Həmçinin burada baxın Win17 Pro var burada. Həmçinin digər burada bölümlər var. Artıq bunların hər birini mən səsləndirməyəcəm bir-bir. Ümumən çıxarış və giriş elə də çətin deyil. Mən artıq yəni birjadan artıq USDT-də çıxarış eləmişəm, USDT-də salmışam. Yəni hər şey okey, hər şey yaxşı və sürətli qaydasında gedir. KYC eləmək lazımdır dostlar. Həmçinin baxın after earn avtomatik qoşulur. Burada baxın enable, daha doğrusu bəli, deyəsən qoşulur. Yox. Üzr istəyirəm. Biz hətta buradan qoşmalıyıq. Bunu daha öncə demədim mən. Bunu qoyaq və biz bunu qoşmalıyıq. Bunu qoşduqdan sonra artıq after earn-da baxın görürsüz bizim bu 200 USDT istifadə olunur. Bunu azaldacağam ki, qoy məhz 10%-ə düşsün. Artıq 1-2 USDT götürəcəm üstündən ki, qoy elə ora düşsün. Belə dostlar, çox maraqlı bir birjadır. Ümid edirəm ki, xoşunuza gəldi. Təbii ki, istifadə edə bilərsiniz, girib istifadə edə bilərsiniz. Link videonun altında zaten olacaq. Endirim olduğuna görə linkdən istifadə edin və həmçində təzə user kampaniyalarından faydalanmaq üçün də linkdən istifadə edin ki, belə deyək də bir növ hansısa bonuslarsız qalmayasınız. Həmçində əgər siz linkdən istifadə edəcəksinizsə dostlar, baxın burada göstərirəm sizə qeydiyyat keçərkən
Buna diqqət yetirin ki, siz qeydiyyat keçərkən burada, yəni referal kod yerində Bitcoin az, yəni bizim kanalın adı Bitcoin az görürsünüzsə, hər şey okey. Emailinizi və ya telefon nömrənizi yazıb qeydiyyat keçə bilərsiniz. Email ilə qeydiyyat keçməyi məsləhət görərdim, çünki telefon bəzən bizim birisi providerdə problem olur, SMS gəlməyə bilər. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Videonu like eləməyi unutmayın. Mütləq şəkildə öz fikirlərinizi rəy bölümündə yazın. Həmçinin də qrupumuzda sizi gözləyirik. Gəlin, orada kripto haqqında müzakirələr, ünsiyyətlər quraq. Sağ olun dostlar, gəlin görüşərdik.